şagirdlərin ən çox bal itirdiyi mətnlərdir. Qaydanı hər kəs bilir və tətbiq edir. Ümumiyyətlə şagirdlərin demək olar ki, abituriyent və şagirdlərin. Gəlin mətni necə işləyirəm, sizi asan yolunu izah edim. Bu videonun sonuna qədər izləsəz, artıq mətnləri etməkdə çətinlik çəkməyəcəksiniz və %100 mətnləriniz doğru olacaq. Məsələn, birinci mən mətni oxumadan öncə sualların hamısını oxuyuram. Mətndə hansı suala cavab yoxdur? Roller coasterlərdə hansı enerji növü yaranır? Karusellərdə hansı fiziki qüvvə hiss olunur? Əyləncə parkında hansı atraksiyonlar mövcuddur? Atraksiyonlar hansı ölkədə icad olunub? Deməli, mən artıq mətnin suallarına tanışıram və oxuyan zaman nələrə diqqət edəcəm? Deməli, mətndəki bu sualları diqqətlə oxuyacağım ki, bu suallar həmin mətnin suallarıdır. Bununla daha asan yadımda qalır və mətni oxumadan öncə onun hər abzasına hər hansı bir işarə çəkirəm ki, abzasları yadımda qalsın nə ilə başladır və vacib olan yerlərin altından xətt çəkirəm ki, mətnin suallarıyla tanış olan zaman mənə çətinlik yaratmasın. Belə videoların izahı üçün, davamı üçün kanalıma abunə olun, bəyənin, daha yaxşı yerlərə gələsiniz.